Sizcə, içinizdə bir canavar gizlənir? Yox, mən əsla kiməsə zülm etmərəm deyirsinizsə, gəlin sizi cəmi 6 gün ərzində tamamilə psixopata çevrilən o universitet tələbələri ilə tanış edim. 1971-ci il Stanford Universitetinin zirzəmisində süni bir həbsxana qurulur. Tamamilə sağlam və normal 24 tələbə seçilir. Yarısı məhbus olur, yarısı isə mühafizəçi. Fiziki zorakılıq yoxdur, sadəcə nizam-intizam. Amma cəmi 36 saat sonra hər şey nəzarətdən çıxdı. Mühafizəçilər güzgülə eynəklərini taxıb sadistcəsinə işgəncələrə başladılar. Məhbuslar isə adlarını unudub özlərini sadəcə bir qul kimi hiss etməyə başladılar. Təcrübə 6-cı gündə dəhşət içində dayandırıldı. Psixologiya kitabları illərdir bu təcrübəni belə izah edir. Sistem güclüdürsə, insanı canavara çevirər. Amma dayanın, bu hekayədə böyük bir yalan var. İllər sonra ortaya çıxan gizli səs yazıları sübut etdi ki, təcrübə rəhbəri Zimbardo mühafizəçilərə gizlicə biraz daha qəddar olun, yoxsa eksperiment uğursuz olacaq deyə təzyiq edib. Yəni o insanlar durduq yerə zalım olmayıblar. Sadəcə onlara verilən rolu oynayıblar. Bəs reallıq nədir? Mühit bizi dəyişir, bəli. Amma son sözü həmişə daxili əxlaqımız və öz düşüncəmiz deyir. İnsan hər şəraitdə insan qalmağı seçə bilər. Yaxşı, bəs siz hansı tərəfdəsiniz? Sizcə insanı zalım edən daxili qaranlığıdır, yoxsa düşdüyü sistem? Şərhlərdə yazın. Hörmətli izləyicilər, Azərbaycan tarixində baş verən ən qanlı həbsxana qiyamı ilə bağlı videonu Cinayət Dosyası YouTube kanalında izləyə bilərsiniz.